Assalamu aleykum və rahmetullah və barakatuhu əziz kanalımızın izləyiciləri. Bugün qısa bir video çəkmək istədim. Qoyunlarda əkizlik faizini necə artırmaq olar? Deməli, ilk öncə yaxşı qoyun seçimi eləməlisiniz. Ondan əlavə qoç yaxşı olmalıdır. Yaxşı olar ki, məsəl üçün doğulan quzular, çünki bu birinci genetik faktordur. Yaxşı olar ki, birinci məsəl üçün doğulan quzular, hansı ki əkiz doğulan quzular, onları özünüzə damazlıq saxlayasınız. Və yəqin ki, bilirsiniz, çox bilirsiniz, yəqin ki, maraqlanırsınız, bilirsiniz ki, flashing belə bir usul var. O usul necə tətbiq olunur? Məsələn, 2-3 həftə öncə, 14 gün öncə, qoç hələ buraxmamazdan öncə heyvanların yeminə diqqət yetirməlisiniz. Qoçu ayrı saxlamalısınız. Qoçu ayrı saxladıqca bu müddətdə heyvanlara yaxşı yem verməlisiniz. Məsələn, deyək ki, 200-300 qram arpa verirsiniz əgər, yenə deyirəm, o heyvanın həcminə baxır. Siz əlavə edirsiniz, bir 200-300 qram da əlavə edirsiniz, hardasa 500-600 qrama düşür. Əgər heyvanınız ümumiyyətlə arpa yemirsə, ehtiyatlı olun, yavaş-yavaş artırın. Və mineral qarışıq mütləq olmalıdır. Mineral qarışığı əlavə edin, çünki bunlar minerallar çatışmayanda heyvanlarda əkizlik faizi azaldır, yəni belə deyim. Çünki bax bu usullarda məsələn minerallardan hansılardır? Yeselendir, vitamin Y'dir, yoddur, bir də sinkdir. Bunları yadınızda saxlayın və yaxud qeyd edin ki, yəni biləsiz. Bunlara fikir verin. Yonca təmiz olmalıdır, təzə olmalıdır. Çünki bu usullar qoyunlarda yumurta verimini belə deyək, stimullaşdırır və əkizlik daha yaxşı olur inşallah Allahın izni ilə. Və bunlara diqqət yetirin. Bir də nəyi vurğulamaq istəyirəm? Nəysə birdən unutsam kommentlərdə əlavə eləyə bilərəm, problem yoxdur. Heyvan o müddətdə fikir verin ki, nə çox kök olmasın, nə də arıq olmasın. Çünki bunlar problem yarada bilər. Bu qədər bunları qeyd etdim. Düşünürəm sizin üçün də faydalı olar. Yəni bu usulla geçsiniz, inşallah ki, qoyunlarda əkizlik faizini artıra bilərsiniz. Yəni dediyim kimi, ilk öncə qoyun da seçəndə, alanda baxın, həmçinin qoça diqqət yetirin. Əkiz yəni olsa, yəni məsəl üçün qoyunları, yəni dediyim kimi, təkrar edirəm, əkiz quzuları saxlayın özünüzə və bu usuldan istifadə edin, inşallah ki, düşünürəm nəticəni görərsiniz. Yəni dediyim kimi bu usullardan istifadə eləsiniz. Mineral, vitamin qarışıqları unutmayın, o da mütləqdir. Məsələn, Activite da var. Activite ilə tətbiq edə bilərsiniz. Mən dəfələrlə bu preparat barəsində kanalda, videolarda vurğulamışam. Bu qədər. Əlavə nəsə sualınız olsa, buyura bilərsiniz. Bacardığım qədər kimlərin kommentlərini görürəm, cavablandırıram. Üzrlü sayın, ola bilsin kimlərsə kommentləri görmürəm. Yəni düşünməyin ki, mən cavab vermək istəmirəm. Xeyr, ola bilsin ki, görmürəm. Sizdən sadəcə bir xahişim var ki, bu videonu və ümumiyyətlə bizim kanalımızı paylaşasınız. Abunə olmayanlar, maalesef baxıram yenə də, baxıram ki, baxanlar abunə olanlardan sayı daha çox, hansı ki, abunə olmayanlardır, baxırlar, amma abunə olmurlar, bilmirəm niyə, yəni. Bu cür kanaldan yəni, yaralanmırsınız. Biz də bacardığımız qədər bildiyimizi sizlərlə paylaşırıq. Sizdən də sadəcə xahişimiz budur ki, siz bizə dəstək olasınız, paylaşın ki, yəni dediyim kimi ki, bizdə də motivasiya olsun. Bu qədər. Allah təsərrüfatınıza bərəkət versin. Assalamu aleykum və rahmetullah və barakatuhu.